Selamünaleyküm, hoş gördük değerli Kanal 8'i izleyicilerimiz. Günler Mazırədə rayonunda bəli, çok güzel təqdirə layık iş görürlər. Asfaltları kraskalıyırlar, xətləri təzəliyirlər. Düzdür, bunlar lazımdır. Amma çox yaxşı olar ki, bu küçələri kraskalamaqla bərabər, bəli, kraskalamaqla bərabər də fikir etməlim, bu latoxlar da düzəlsin, zəhmət olmasa. İnanın ki, bütün şoförlər narazıçılıq eləyir. Yəni içi mən qaçıq, özünüz də bu yolları gəzirsiniz. İnşallah elə başa düşürəm ki, kraskalamaqla bərabər də yəqin ki, latoxlar da düzələcək, daha da bir-birini tamamlasın. Sağ olsun, bu sahədə ən çox bizim polislərimiz əziyyət çəkir, yolları yaddarıb, şoförləri istiqamət verməkdə yadda. Amma çox yaxşı olar ki, bəli, bütün rayonun hər tərəfini gəzdim, kraskalıyırlar. Amma latoxlar düzəlməlidir, fikir etməlidir. İnşallah. Sağ olun, var olun. Həmişə belə gözəllik olsun. Yazın gəlişi elə bununla da bilinir. Canlı efirdə oldu sizinlə bərabər kanalın rəhbəri Elxan Müzəffəroğlu. Bura Ağdabədinin Qaz İdarəsi deyilən bir səmtdədir. Yol boyu bunlar hamısı kraskalanıbdır. Yəqin ki, kraska quruyandan sonra düzələr. Salamünaleyküm. Salamünaleyküm. Özünüzü təqdim edin, zəhmət olmasa. Adı Şəmmədov Fazıl İnqilaboğlu, Ağzıbəy rayonu, Mərkəz şəhərdə yaşayırlar. Bizim rayonda bir satışma şeylər, bu kraska işidir, gedir. Bəzi yerlərdə bu çəkəklər var, onlar da düzəlsə lap yaxşı olar. Bizim rayon gözəlləşər də, ona görə bizim rayon gözəl rayondur. Bəzi yerlərdə bəzi çəkəklər var, orada da olsa lap yaxşı olar. Bəli, bəli. Gözəl rayon olduğu kimi zəhmətkeş rayondur, aynen bəli. Bizim icra başçısından xahiş edirəm ki, orada nəzarət eləsinlər. O icra başçısı onu tapşırır, Fikrət var, icra başçısı, icra nümayəndəsi. İcra nümayəndəsi. Bəli, bəli. O yəqin ki, inşallah Fikrət müəllim yaxşı adamdır, çox hörmətli adamdır. Fikrət müəllim yəqin ki, sizin dediyinizi də nəzərə alar inşallah. Nəzərə alıb iş görərlər. Çox sağ olun, minnətdarım. Sağ olun, sağ olun. Burada Seydoğlu marketin yanıdır. Ama çox təəssüflər olsun ki, yağmalar çoxdur. Maşının səsini eşidirsiniz, danqadana. Bu da Gəmbağlı istiqamətidir.
indi də götürürlər. Yol siqnal idarəsidir. Respublika. Bax, bu da kraskalayan maşındır. Qıraqlar da kraskalayır. Yamalara bax. Fikir etmədim. Bu yamalarla uyğun gəlmir bu kraska. Yəqin ki, yamalar da düzələr. Buradan da gəldin, çıxdın Likol zapravkasının yanına. Burası bir daşıyan traktordur. Maşın neyini bilərsə traktorla daşıyırlar. Bu da Likol zapravkasının yanı. Aynanın üstüsü. Buranı indi yəqin ki eləyəcəklər. Hələ bu Üzeyir Hacıbəyli prospektini. Hələ burada yoxdur. Yəqin ki eləyərlər.